İbn-i Mülcəm, lənətullah, hansı mənəvi problemi, nöqsanı o günə saldı? İmam əleyhissalama bu qədər yaxın idi, ibadətləri heç biri onun əlindən tutmadı və bədbəxt oldu. Baxın, cəhalət deyirlər, nadanlıq, bəsirətsizlik, maarifdən uzaq düşmək, ibadəti var idi, gecə namazı da qılırdı, Quran da oxuyurdu, amma əqidəsi xarab idi. Vay o gündən ki, insan əqidəsi xarab olar. O qıldığı ibadət də o tikanın dibinə su tökmək olar. O tikanı bəsləmək olar. O tikan böyüyər, ziyan verər, xeyir verməz ki. İnsan gəlir, ona görə otursun, etiqadi mövzularda araşdırsın, oxusun, bilsin. Soruşursunuz, nədəndir? Ümumiyyətlə, bir alimin araşdırması var idi. Siffeyn, Nəhrəvan, Cəməl müharibəsini araşdırma edirdi. Əmirül-Möminindən 3 dənə müharibə oldu da, xilafətə çatandan sonra. Birinci Cəməl müharibəsidir. Sonra da arxasıca nə oldu? Siffeyn, sonra Nəhrəvan. Deyir, Cəməl dünyapərəstliyin simvolizə edirdi. Çünki orada bəziləri var idi ki, şöhrətə görə, dünyanın puluna görə, varına görə gəldilər, neynədilər? Əmirül-Mömin özbəöz durdular. Onun bir sabiqəsi var idi. Onları belə bir vəziyyətə çatdırdılar ki, gətirdilər Əmirül-Möminə yanbayan qoydular. Sən Əmirül-Möminin səxabələrini onu rəqib eləyirdilər. Vəziyyət bu idi. Onlar dedi ki, Əli ilə mənim nə fərqim var ki? Təlhə ilə Zubeyrin tarixlərinə baxın və sair o Cəməl müharibəsində hadisə ürək açan deyil heç. Dünyapərəstliyi simvolizə edir. Siffeyn amma hiləgərlik, münafiqlik, nifaq. Nəhrivanda cəhalət. Cəhalət. Nadan insanlar həmişə münafiq insanların əlində bir dənə istifadə olunublar. Nadan insanlar həmişə ibadətləri ilə birgə münafiqlərin, hiləgərlərin hiləsinin qurbanı olublar. Çünki Nəhrivanın yaranmasının səbəblərindən biri Muaviyyə və Əmras idi. Əmras və Muaviyyə, Siffeyn, münafiqlər, hiləgərlər bunları neylədilər? Heç onların özlərin ruhu incimədən onları yaratdılar. Və onlar yarandı bir müddət sonra gəldi neynədi? Əmirül-Möminini vurmağa istədi ki, Əmirül-Mömini vurdu da, Əmirül-Mömin şəhadət yetişdi. Onlar 3 nəfər idilər. Biri də getdi Muaviyyəni vursun. Tarixə baxın, biri gəldi Əmirül-Mömini vursun, biri getdi Muaviyyəni 3 nəfər vurmaq üçün. O cəhalət idi, nadanlıq idi. Allah əlimizdən tutsun ki, nadanlıqdan əl-həzər, Allah uzaq saxlasın.